Liayen işlərin təhlükə altında olduğunu vurğulayıb. O, tariflərin tədarik zəncirlərini pozduğunu, həm Amerika, həm də Avropada qiymətlərin yüksələcəyini deyib. Statistikalara görə Ağ Evin tətbiq etdiyi rüsumlar ən çox Kanada və Meksikanı vuracaq. Amma Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının üçüncü əsas polad tədarikçisidir. Bu baxımdan qitə də prosesdən zərər görəcək. Avropa Polad Assosiasiyasının rəhbəri Henrik Adam qarşılıqlı tarif tətbiqinin bazar mühitini pisləşdirəcəyini bildirib. Onun sözləri görə Avropa İttifaqı polad ixracatını təxminən 4 milyon tona qədər itirə bilər. Çünki blok Birləşmiş Ştatların ümumi polad ixracının 16%-ni təşkil edir. Ekspertlərin fikrincə, əslində ilkin göstərilən tariflərin dəyəri çox yüksək rəqəmlər deyil. Burada məqsəd Vaşinqtonun qarşısında qətiyyət nümayiş etdirməkdir. Avrupa Birliği'nin amacı da Trump yönetimiyle uzlaşıya gitmek ve bu ticaret savaşlarını ortadan kaldırmak. Çünkü Avrupa Birliği'ne göre bu ticaret savaşlarını kazananı ne Amerika Birleşik Devletleri ne Avrupa olacaktır. Bu nedenle bir orta nokta bulunup bu ticaret savaşlarını ortadan kaldırmak isteyeceklerdir. Avropa Komissiyasının sədri həll yolu tapmaq üçün Amerika Birləşmiş Ştatları ilə işləməyə hazır olduğunu bildirib. Liayenin sözlərinə görə hazırda ticarət müharibəsi heç kimə fayda verməyəcək. O deyib ki, Vaşinqtonla razılıq əldə olunarsa, tariflər istənilən vaxt ləğv edilə bilər.